جان عزيز عيون قولي عزان قولي جان قوليش جان عزيز عيون قولي جوزا حاكم تابوريش يطلب ريشي دارياس جوزا حاكم تابوريش يطلب ريشي دارياس ليلى دير بينات بويون سولا ليلى مسكو يزقا يشولا ليلى شلالي لحين قولا ليلى ليلى يطولي لنسولا ليلى شلالي لحين قولا ليلى شلالي لحين قولا ليلى очи я уса, нет больше сил, я слишком ума, чтобы на земле под своими ни одному не на душу. От рассвета до заката все вместе будем рады, слышишь ты, Лейла? И безопасно будет страшно, если нас осталось мало, ложь нам не надо. Это все нам не надо. Слышишь ты, Лейла? Это сумма. Слышишь ты, Лейла? Это сумма.
güzel olur, ne güzeldir. Allah mübarek eylesin. Allah. Çok güzel, çok yaxşıdır. Dayı xala ailələri gözəl iştirak elədilər. Ev sahiblərini çox gözəl başa düşdülər. Bəli, hörmətli məclis iştirakçıları, toyumuzun əvvəlində demişdim, bugün bizim çoxlu qonaqlarımız var, çoxlu kollektivlər iştirak eləyir. İndi bəyimizin, Maqamed bəyimizin çalıştığı kollektivi salamlayıram. Şəki İnzibati Məhkəməsinin kollektivini salamlayıram. Xoş gəlmisiniz. Məhkəmənin sədri Rüstəm müəllim Kənibli başda olmaqla dəvət olan hər kəsi salamlayıram. Hakimlərimiz iştirak edir. Fəxri Hacızadə, Hakim Vüqar Musayev, Hakim Fərhad İsmailzadə və bəyimizin keçmiş iş yoldaşı Bakıdan Murad müəllim də gəlib. Yəni bu adını çəkdiyim insanların timsalında kollektiv ilə bağlı hər kəsi dəvət edirəm. Ola bilər digər inzibati orqanlardan da gəlmiş olurlar, adlarını çəkə bilməsək də salamlayıram və dəvət edirəm iş yoldaşlarını. Buyurun. Rüstəm müəllim, əgər mümkünsə bizə yaxın gəlin. Möhtərəm hakimlərimizlə birlikdə bir xeyir dua verək. Biz hamımız tanıyaq ki, bəs bizim bəyimizin iş yoldaşları kimlərdir? Rəisət xanım, Ömər kişi, sizi bura dəvət eləyirik. Çox sağ olun söz verdiyiniz üçün. Bütün məclis əhlini salamlayıram bir daha. İlk növbədə bəyimizin valideynləri buradadır. Qız tərəf deyəsən iştirak eləmir. Yəqin adət, yox, valideynləri deyirəm. Mən ilk növbədə Maqamedin valideynlərinə göz aydınlığı verirəm. Bugün sizin üçün çox əlamətdar gündür. Valideyn kimi sizin həyəcanınız da hiss olunur. Bu həyəcanı inşallah Maqamed gələcəkdə keçirdəcəkdir. O hiss edəcək ki, bugünkü günün nəbzi necə döyünür sizə münasibətdə. Göz aydınlığı verirəm öz adımdan, təmsil etdiyim kollektivin adından, hakimlərimiz iştirak edir.
bizim əməkdaşlarımız iştirak edir. Maqametlə bir yerdə çalışırlar. Gözünüz aydın olsun. Tezliklə bu evdən, bu ocaqdan nəvə səsi gəlsin. İndi ola bilər o bu övladlardan var, bilmirəm. Maqametdən gedir söhbət. Xoşbəxt olsunlar, yarayanlardan olsunlar. Maqametin haqqında bircə kəlmə söz demək istəyirəm ki, iş yerində əməkdaşların dilindən çıxan bir yaxşı söz var. Maqamet mərd oğlandır. Elə o sözü eşitmişəm, ona görə də ilk gündən ona münasibətim yaxşıdır. Bir daha təbrik edirəm. Oğullu qızda olsunlar. Qız evi də burada yəqin nümayəndələr iştirak edir. Onların da gözü aydın olsun. Təbrik edirəm. Sağ olun. Mən təbrik edirəm Maqamet. Xoşbəxtlik arzulayıram sənə. Mən çox ümid edirəm ki, sən çox məsuliyyətli ailə başçısı olacaqsan. Valideynlərini təbrik edirəm. Gözünüz aydın olsun. Xoşbəxtlik arzulayıram. Mən də Maqameti və onun xanımını təbrik edirəm. Valideynlərinə göz aydınlığını verirəm. Dövlət və cəmiyyət üçün faydalı olan ailələrdən olsun. Dövlətin beşiği güclü ailələrdən başlayır. Maqamet işində məsuliyyətli olduğu kimi ailə yükünü də çəkməyə məsuliyyətli olacağını inanıram. Xoşbəxt olsunlar. Kollektivi dəvət edirik rəqsə.
Heyva olmaz, nar olmaz. Bu dağlarda bar olmaz. Heyva olmaz, nar olmaz. Bir güzeli sevmişem, ondan güzel yar olmaz. Bir güzeli sevmişem, ondan güzel yar olmaz. Kara gözler kara gözüne, kaşı kara kara gözüne. Kara gözler kara gözüne, kaşı kara kara gözüne. Aldı benim aldı canım, gelip de vurdu yara gözüne. Aldı benim aldı canım, sende olan kara gözüne. Sola vurdum göle düştüm, adım dilden dile düştü. Sola vurdum göle düştüm, adım dilden dile düştü. Mecnun olun çöle, aklım oldu yara gözüne. Mecnun olun çöle düştüm, aklım oldu yara gözüne. Geldi gelin, ay güzelim, darıkmışam dünya kadar ay yüreğim. Geldi gelin, ay güzelim, darıkmışam dünya kadar ay yüreğim. Kalbimi yüzse de acı sözlerin, eşkime kurban elədim eybi yok. Ben bu defa bağışladım yan seni, gel barışaq indi sende eybi yok. Kalbimi yüzse de acı sözlerin, eşkime kurban elədim eybi yok. Ben bu defa bağışladım yan seni, gel barışaq indi sende eybi yok. Geldi gelin, ay güzelim, darıkmışam dünya kadar ay yüreğim. Geldi gelin, ay güzelim, darıkmışam dünya kadar ay yüreğim. Ha geldi, avar mahları da geldi kalesinin karşısına buyurun. Ha.
İş yoldaşlarına teşekkür edirik. Kollektiv cərgəsində olan subayların toyunu görək. Yenə də kollektiv haqqında danışmaq istəyirəm bugün. Magomed bəyimiz bir neçə kollektivi də toyuna dəvət edib. Mən Asan, Mahir müəllim eşidirsinizmi? Asan xidmətin bütün kollektivini salamlayıram. Mahir müəllimin, Nəcməddin müəllimin timsalında buradan Amil müəllimə salamlarımızı göndəririk, dəvət edirəm xeyir-dua üçün. Və Balakən rayon məhkəməsinin icra şöbəsi. Vidadi müəllim salamlayıram. Vidadi Musayev toyumuzda iştirak edir, dəvət edirəm xeyir-dua üçün. Vəkillərimiz Ceyhun müəllim Zakataladan, Hidayət müəllim Balakən dəvət edirəm. Daim böyük bir idarə, böyük bir təşkilat, Şərif və Muhammed müəllim başda olmaqla kollektivin bütün üzvlərini salamlayıram. Kollektivdən iştirak edənləri dəvət edirəm xeyir-dua üçün və gözəl Balakənimizin arxiv şöbəsi var. Orada bir gözəl xanım ora rəhbərlik edir. Mən böyük məmnuniyyətlə Arifə xanım Varşayevanı salamlayıram. Onu da dəvət edirəm. Salam Mahir müəllim, axşamınız xeyir olsun. Xoş gəlmisiniz. Mən bircə kəlmə demək istəyirəm ki, Asan xidmətin bütün əməkdaşları çox bacarıqlı insanlardır, çox üzügülər. Bax, deyəcəklər ki, Ağayevdən başlasam, deyəcəklər ki, Aydın müəllim hamını tərifləməyə başlayır. Söz sizdə. Vidadi müəllim biraz yaxın gəlin. Sağ olun, axşamınız xeyir olsun, hər birinizi salamlayıram. Maqa, xoşbəxtlik arzulayıram sənə. Bugün üçün peşman olmayasan, Allah sizi xoşbəxt eləsin. Allah necə eləyim, necə eləyim deyiriniz olmasın. Ya Rabbim, Allah ürəyinizdə nə arzularınız varsa hamısı həyata keçsin. Xoşbəxt olun qardaş, sizə arzuluğunuz budur. Sağ olun. Salamlayıram hər kəsi. Mən də təbrik edirəm, bütün təbriklərə qoşuluram. Allah xoşbəxt eləsin qardaşlarını. Sağlam, gözəl, möhkəm ailələrdən olun inşallah. Çox gözəl. Daha söz demək istəyən var mı? Arifə xanım, bir kəlmə də sizdən istəyirlər. Çünki Arifə xanımın çalışdığı təşkilat elə Balakənin kökü deməkdir. Onun təkcə söhbət arxivdən getmir. Orada nələr var bu. Axşamınız xeyir, buyurun. Təbrik edirəm Magomed səni. Allah xoşbəxt eləsin. Bir yerdə qarıyasınız. Amin söyləyirik və Mahir müəllim, sifariş eləmişsiniz musiqini? Magomed, təbrik edirəm. Xoşbəxt ol. Sən xoşbəxtliyə layiq olansan. Allah mehriban, xoşbəxt həyat qismət eləsin sizə. Sağ ol. Sifariş gəldi ki, yerli hava ilə başlamaq istəyirlər. Gəlsin. Bir dəqiqə çəkin. Mahir müəllim düz deyir. Qoy bir dəfə də öz ürəyimiz istəyəni eləyək də. Yoxsa həmişə gəlirik ora, siz nə deyirsiniz o olur.
وشو حرابيبا الله يريخو مرسي سعد الإخوانا يختلي لخير ونابي قويا يخطمر نكدا ريجانا وشو حرابيبا الله يريخو مرسي سعد الإخوانا نكيجي منكيجي رسو تاراي دلودو انتولي Sayılan nokta az. Sağ ol Səttam. Maqamiyet çox gözəldir, hər şey yaxşıdır, heç kim yaddan çıxmayıb. İndi hörmətli bəyimizin, anası Rəisət xanımın. Rəisət xanım hamımız bilirik ki, uzun illər bir çox aparıcı təşkilatlarda çalışıb və bugün o təşkilat üzvlərinin demək olar ki, hamısını öz balasının toyuna dəvət edib. Mən böyük məmnuniyyətlə salamlayıram onları. İndi düzdür, hal-hazırda Rəisət xanım Qaysa Kənd Orta Məktəbində çalışır, amma yenə də o çalışdığı kollektivlərin üzvlərini. Böyük məmnuniyyətlə Maliyyə Şöbəsinin müdürü Şamil Qordayevi salamlayıram, mühasib Abdüsalam Həmzəyevi salamlayıram. Onların timsalında
təşkilatdan toyda iştirak edən kəsləri dəvət eləyirəm. Və Qaysa kənd Orta Məktəbinin kollektivini, pedaqoji kollektivi salamlayıram. Kərmət xanım Məmmədova başda olmaqla. Və dərs hissə müdürü Mahirə müəlliməni salamlayıram. Kollektiv adından təbrik üçün onu bura dəvət eləyirəm. Qaysa icra nümayəndəliyi Rasul Labazanov, Siraj Çöpsiyev və o təşkilatdan olan hər kəsin bu sevincdən payı var. Bələdiyyə sədri Rafael Oynağanov, mühasib Möhmət Əmin Oynağanovun timsalında oradan iştirak edənləri dəvət edirəm. O cümlədən Qaysa Tibb Məndəqəsinin bütün işçilərini salamlayıram. Ayşə xanım Herayevanın timsalında onu dəvət edirəm xeyir-dua vermək üçün Ayşə xanımı. Mədəniyyətçilərini salamlayıram. Bağça müdürü Pitmat Terçiyeva dəvət edirəm xeyir-dua vermək üçün. Və bugün kollektivlərin arasında kim burada iştirak edirsə, hamısının rəqs payı var, dəvət edirəm. Rəysət xanım, baxın kim harada əyləşib, yaxın gəlsinlər. Buyurun. Axşamınız xeyir olsun, hörmətli məclis əhli. Mən də Qaysa kənd Orta Məktəbinin bütün pedaqoji kollektivi adından ilk öncə bəyimizin və gəlinimizin valideynlərini, bacı qardaşlarını bu gözəl gün münasibəti ilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, subaylarımız qurduğu ailədə xoşbəxt olsunlar. Rəysət xanım övladlarını böyütmək üçün çox böyük əziyyət çəkən analardandır. Bugün ailəyə qədəm qoyan gəlinimizə arzu edirəm ki, onun bu zəhmətini dəyərləndirən, ona layiq bir gəlin, ailə üçün, baldızları üçün gözəl bir bacı olsun. Allah sizi hər zaman xoşbəxt eləsin. Hər şeyin təzəsi, dostun köhnəsi deyirlər. Rəisət də bizim köhnə dostlarımızdandır. Çünki biz çox əvvəllər ən çətin anlarımızda elə bil ki, bir yerdə olmuşuq, bir kollektivdə işləmişik. Bütün dərdimizi, sərimizi bir yerdə bölmüşük, sevincimizi bir yerdə paylaşmışıq. Bu o hansı aylar idi ki, o vaxtı o Maqamedi, Aksananı, Suzannanı böyüdürdü, Hürünü böyüdürdü. Çox qayğılı anları idi. Bu anlarda biz rəisətlə bir yerdə olmuşuq və bugün sevinirik ki, Maqamed artıq bəy stolunda oturub. Rəisət bugündən sonra çox arzuluyuram ki, həyatın baharını yaşasın, nəvə nəticə toyunu görsün, övladlarından sevinsin. İnşallah ki. Təbriklərə qoşuluram. Mən də ailə saadəti, xoşbəxtlik arzuluyuram. Buyurun Rəsul müəllim. Axşamınız xeyir olsun. Mən də bəylə gəlini təbrik edirəm. Allah xoşbəxt eləsin. Qoşa qarısınlar, oğullu uşaqlı olsunlar. Can deyib, can eşitsinlər. Sağ olun. Abid müəllimi də dəvət eləyirik. Salam, axşamınız xeyir. Mən də bütün təbriklərə qoşuluram. Bizim ailə quran gənclərimizi təbrik edirəm. Allah onları xoşbəxt eləsin. Valideynlərə göz aydınlığı verirəm. Gün o gün olsun bu ailəlikdən həmişə xeyir sədalar gəlsin və gələcəkdə bir ildən sonra övlad səsi gəlsin bu ailədən. Təbrik edirəm. Dəvət eləyirəm. Hər kəsin bugün xeyir dua vermək Şamil müəllim. Buyurun. Salam, axşamınız xeyir. Bir daha hamınıza axşamınız xeyir deyirəm. Bugün biz burada Ömər bəylə səhv eləmirəmsə Rəysət xanımın övladının gözəl xeyir işinə yığışmışıq və təbriklərə qoşulmaq üçün bizə fürsət veriblər. Mən ürəyimdən, içimdən gələn bir dənə sözü demək istəyirəm. Rəysət, haradasan ay Rəysət? Sən ora qaça-qaça durmada, görürsən sənin şəhərinə burada gözəl sözlər söyləməyə çalışırıq biz. Səni tərifləməyə çalışırıq. Sənin həyatda bir gözəl, zəhmətkeş, belə bir nadir bir ana kimi səni ortaya gətirib söz demək istəyirsən, ora-bura qaçırsan. O cümlədən Rəysət, səni təbrik edirəm. Ömər qardaşı təbrik edirəm. Səhv eləmirəmsə, sənin oğlunun belə necə deyim, bir zəhmətkeş ana kimi
bu hədəf çatmasında sənin çox böyük əməyin olubdur, Maqamedin. Bu səviyyəyə çatmasına çox böyük sənin zəhmətin olubdur. Sən çox böyük